Leon Center şirkətinin rəhbəri Ramil Aslanov. Bizim məqsədimiz, mənim bu günləri yenə də məqsədim odur ki, cənab prezident dediyi kimi, harda, hansı məmur, hansı saxtakarlıqlara əl atırsa, o barədə biz danışaq. Hamınızı salamlayıram, təşəkkür edirəm. Bu günləri bir daha həmişə olduğu kimi buradan müraciət edəcəm cənab prezidentə. Cənab prezident, sizin iqtisadi siyasəti dəstəkləyirəm. Siz dediklərimizin hər bir cümləni yerinə yetiririk. Siz həmişə çıxışlarınızda deyirsiniz ki, sahibkarlara dəstək olmaq lazımdır, sahibkarlara kömək lazımdır. Amma bu günləri, cənab prezident, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin qabarışından mən buradan çıxış edirəm. Niyə görə? Ramil Aslanov, Leon Center şirkətinin rəhbəri. Bu günləri onu bildirmək istəyirəm ki, cənab prezident, sizin hər bir verdiyiniz, bir daha deyirəm, hər bir verdiyiniz qərarlarda, sərəncamlarda yüngüllük, asanlıq, siz özünüz deyirsiniz ki, mən xalqın xidmətçisiyəm. Cənab prezident, siz bunu deyirsiniz, amma bunu bu məmurlar arasında eşitmək olmur. Bunu məmurlar heç biri icra eləmirlər. Ancaq prinsip eləyirlər. Niyə? Çünki Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun bu günləri sübutunu yetirəcəm ki, onun prinsipi, şəxsi prinsipi nəticəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi yenə də prinsip edir. Niyə? Buradan müraciət edirəm Güloğlan müəllimə. Güloğlan müəllim, siz yaxşı insansınız. Siz 90-cı illərdən bu sistemin, şəxsən bu sistemin, gömrük sisteminin içində işləyən bir insanlardan birisiniz. Güloğlan müəllim, nətər ola bilər ki, siz həmişə ədalətlə yaxınlaşmışsınız hər bir işə. Sizin haqqınızda bizi eşidirik, sədaqlarınız yaxşı gəlir. Amma Güloğlan müəllim, belə çıxır ki, Elmir Ramazanovun istəkləri, Elmir Ramazanovun dünənləri gələn bir şəxsin 90-cı illərdən burada işləyən bir insan öz işini görə bilmir. Mən başa düşürəm ki, təzyiq forması var. Necə ki, mənə təzyiq var, elə də necə ki, təzyiq forması var mənə, elə də yaqin ki, bunlara təzyiq forması var. Şahin müəllimin qəbulunda olduğum Şahin müəllim dedi ki, razılaşdı, baxdı, dinlədi. Və mən Şahin müəllimə bildirdim. Cənab prezident, çox maraqlı bir fakt var. Nətər olur ki, bu Gömrük Komitəsinin digər subyektlərində mənim heç kimdən problemim yoxdur. Nətər olur ki, vergi xidmətindən problemimiz yoxdur. Digər idarələrlə bizim problemimiz yoxdur. Bu necə olur axı? Yəni, bu özü prinsipi göstərir. Bu özü göstərir ki, bu günləri mənə qarşı burada prinsip gedir. Bu günləri mənə qarşı ədavət var. Amma niyə görə məmur niyə ədavət eləməlidir? Nətər olur ki, qanunsuz yollarla, prosessual pozuntularla əldə olunmuş sənədlərlə mənə təzyiq edirlər, cənab prezident. Deyirəm ki, qardaş, sənədi göstərin. 3 ay keçmiş məni çağırırlar, sənəd göstərirlər. Sənəd əllərində belə-belə edirlər. Sənədin içinə baxmağa imkan vermirlər. Hələ mən sənədin demək olar ki, neçə sənəd idi orada? Burada hamısını qeyd eləmişəm mən. Bəyannamələrlə hamısını qeyd eləmişəm. 1, 2, 5 dənə bəyannamədir. 5 dənə bəyannamə üzrə güya Çindən bunlar sənəd götürüblər. Hansı yolla götürüblər bilinmir. Heç tərcüməsi yox idi. Tərcüməsinin möhrü yox idi orada. Tərcüməsinin adı yox idi orada. Hansı tərcüməsi bunu tərcümə edib, professional edib, eləməyibdi. Yaxşı da bu sənədləri göstərirlər mənə. Vallahi billahi. Hər sənəddə 15-20 dənə prosessual, yəni pozuntular görürəm. Mal mənim adıma gəlməyib, şirkətin adına gəlməyib. Malın çəkisində problem var. Malın ədədlər sayılarında problem var. Yəni, əgər bu mənə necə məxsus ola bilər? Necə bu adlana bilər? Mənim şirkətimin Leon Center'ın necə L hərfi yoxdur orada, birinci hərfi. Nətər ola bilər? Ona görə də buradan müraciət edirəm, cənab prezident sizə. Xahiş edirəm. Mən telegram göndərmişdim 2 gün bundan öncə. Dünənləri, bu günlərdə telegram göndərmişəm. Mən xahiş edirəm, baş nazir məni qəbul eləsin, Əli müəllim. Mən xahiş edirəm, cənab prokuror məni qəbul eləsin, Kamran müəllim. Siz işinizi bilən adamsınız. Siz cənab prezidentin siyasətini dəstəkləyən adamsınız. Kamran müəllim, mən sizdən xahiş edirəm. Məni qəbul eləyin. Düzdür, mənə zəng gəlmişdi. Məni qəbul eləyəcəklər, sağ olsunlar. Prokurorluq reaksiya verib. Buradan təşəkkürümü bildirirəm mən. Həqiqətən. Amma Kamran müəllim, axı bu prosessual pozuntularla əldə olunmuş sənədlər cinayət prosessualda qeyd olunub ki, qanunsuz yollarla, prosessual pozuntularla əldə olunmuş sənədlər sübut əhəmiyyət kəsb eləmir. Nətər olur ki, İstintaq İdarəsi mənə deyir ki, bu sübut əhəmiyyət kəsb edir. Nətər olur ki, mənim şirkətimin Leon Center'ın L hərfi yoxdur bunun başında. Heç ixracatçı yoxdur orada. Kim göndərib, hardan göndəribdir? Yaxşı göstərir mənə ki,
Sənin Ningbodan çıxıb, məndə isə daşıyıcı Azərbaycan Dəmir Yollarıdır. Rəsmən ora pul keçirtmişik. Onda deməli Azərbaycan Dəmir Yolları mənlə saxtakarlığa girib. Onda deməli Qazaxıstan mənlə saxtakarlığa girib. Axı belə bir şey ola bilməz. Cənab Prezident, sizdən xahiş edirəm. Bu günləri Elmir Ramazanov, fakt bir dənə də göstərəcəm. Elmir Ramazanov protokolla götürüb müraciət edibdi Əməliyyat İstintaq İdarəsinə ki, 97.665 manat güya mənim yayınmam var. Nətər olur ki, ay Elmir Ramazanov, 97 mini sən necə buraxmırsan çölə? 223 manata görə bu günləri İqtisad Məhkəməsində Müminat xanımdadır. Hakim. Nətər olur 223 manata görə mənim malımı 15 gün orada saxlamısan, 25 gün burada saxlamısan. Hələ mən məhkəmələrdə sürünürəm. Və cənab prezident, buradan maraqlı bir faktor var. 15 dənə il ərzində mal gətirmişəm. 15 dənə mal gətirmişəm. Qardaş, 5 dənəsi istintaqda, 5 dənəsi məhkəmədə, 5 dənəsi gömrük komitəsində, 5 dənəsi Bakı Baş Gömrük İdarəsində. Mən nəyi satım? Necə vergini ödəyim? Nətər ödəyim? Qardaş, mən nətər yola verim mənim bu əməkdaşlıq eləyim şirkətlərlə? Axı bu belə olmur. Nə oldu elə bir dənə mən çıxdım. Elmir Ramazanovun himayə elədiyi şirkətlər gündə 15 dənə konteyner mal gətirirlər. Hər gün. Mən ildə 15 dənə gətirmişəm. Ey qardaş, məndən nə istəyirsən Elmir Ramazanov? Cənab prezident, kimsə buna bir baxıb bir səs edəcək. Axı belə də olmaz. Hər şeydən siz maraqlanmalısınız. Siz keçən gün məhkəmə prosesi oldu. Bu prosesdə siz demək olar ki, bəli, məhkəmə prosesində bir cavan xanım gəlmişdi. Gömrük komitəsinin işlərindən kimsə gəlmişdi. Mən başa düşürəm, gəlmişdi. Yəni gəldilər, hə, elə bir aidiyyəti olmayan bir şeylər danışdı. Sağ olsun hakim, Bəhlul müəllim, təşəkkürümü bildirəm buradan. Sözümü kəsməyə imkan vermədi. Həqiqətən sübutları elədim ki, nətər bildiriş vermişsiniz. Ha, burada da bildirirəm. Bildiriş veriblər. Bildirişdə göstərir 16-cı maddə, göstərir 6-cı üsul. Deyirəm, başıma dönün, bu bildiriş əsassızdır da. Mən bunu iddiamda göstərmişəm ki, əsassızdır. Hakim də baxır bunlara, deyirəm, yaxşı, sən qiyməti təyin edə bilmirsən, üsullar var da. Bu üsullar ardıcıl gəlməlidir. Eyni maldan 28 gün qabaq mən gətirmişəm. Bəs onda niyə baxmırsınız? Mən nə sənədləri göstərirəm, cənab prezident? Mən hansı sənədləri göstərirəm? Həmin sənədləri götürüb qoyurlar qırağa. Deyirlər ki, bunu qoy qırağa, gəl kes buna. Elə şey olur. Bəs buna kimsə baxmalıdır. Ona görə də ümidim yenə də prokurorluqdadır. Kamran müəllim, xahiş edirəm, məni qəbul edin. Kamran müəllim, xahiş edirəm, tapşırıq verin, məni qəbul eləsinlər. Mən öz sübutlarımı normal qaydada gətirim qoyum. Bu nətər yəni, axı, mənim sübutlarım, əsaslarım var. İkincisi də ki, bir şey var burada. Çox böyük bir faktor var. Xahiş edirəm, dinləyin. Mən faktor götürürəm. Elmir Ramazanov bütün bura göndərdiyi bu bəyannamələrlə əlaqədar mənə bildiriş veribdi. Malın baxışından sonra. Qardaş, bildiriş vermişsən mənə. Nətər olur ki, bir sənəd üzrə, vahid bir sənəd üzrə 28 dənə mal var. Bunun içindən 2 dənəsindən məndən narazısan. Bildiriş ikisinə vermişsən. Amma mənə deyirsən ki, sənəd gətir, onu gətir. Значит, sən o 2 dənəni müəyyən edə bilmirsən. Значит, sən hesablama qaydalarını bilmirsən. Bu qardaş, belə olmaz axı. Hal-hazırda sizin bu əməliyyat istintaq baş idarəsinə gəlməyinizin səbəbi nədir? Əməliyyat istintaq idarəsi, malım saxlanılmayıb. İş ondadır ki, 97 min mənə deyir, malı buraxmışam, aparmışam, satmışam. Qardaş, işimi görmüşəm. Bu deyil 97 min, bu 97 min havadan götürülmüş bir rəqəmdir. Havadan götürülmüş rəqəmlə sən məni tələb edirdi hal-hazırda? heç nə, heç istintaq baxır ki, gətirirəm, göstərirəm ki, qardaş, budur, heç nəyə baxmır. Sənəd qoyuram bura, deyir ki, bu sənədi mən görməmişəm. Deyirəm, qardaş, nəsə görməmişəm. Müstəntiq də İlxan müəllimdir. Nə istəyir? Yəni qanunların Siz müstəntiqə də keçən dəfə deyirəm ki, cavan bir kadrdır, savadlı oğlandı. Sağ olsun, həqiqətən. Yəni işini hardasa bilir. Amma o da təzyiq altında qalıbdır. Onluqda bir şey yoxdur. Elmir Ramazanov oradan deyir ki, qardaş, vermişəm protokolu sənə. Nətər yəni bir bəyannamə deyil, 5 dənə bəyannamədir. Ayrı-ayrı vaxtda gələn bəyannamələrdir. Bu günləri məni buradan dinləyənlər, hüquqşünaslar, vəkillər, prokurorlar, bu nətər ola bilər? Ayrı-ayrı icraatlardır. Bunları sən necə birləşdirə bilərsən? Bunlar heç bir yeri birləşsə də gətirib çıxarda bilmir. Sən havadan götürülmüş, sistemdə mənə heç nə bildirilməyib, sən mənim sənədimi götürmüsən ki, bu kitaydan gəl. Hardan gəlib? Gəlibsə mənim adıma niyə gəlməyib, qardaş? Deyirəm, Lyon Center deyinlərdə heç L hərfi yoxdur onun başında. Sən nətər bunu? Siz bu problemlərlə özləşirsiniz. Məqsədləri nədir? 2 ildir Elmir Ramazan. Çünki biz niyə digər yerlərdə niyə problem yoxdur? Siz heç görmüsünüz, bax, hamınız buradasınız da. Cənab prezident, mənim başqa idarələrlə problemim yoxdur. Bax, bu günləri gigiyenik verən təşkilat,
Sənədləri istədi, anlaşılmazlıq oldu. Getdik, baxdım ki, bəli, məsələn orada bir var spesifik mallar üçün, kremlər üçün sənəd olubdu. İşçim biraz səhv başa düşürdü. Getdim sənədləri verdim, göstərdim, qəbul elədilər. Allah razı olsun. Dedilər ki, bəli, 3 gün ərzində ödəniş edəcəksiniz. Biz sizin gigiyenik sertifikatınızı verəcəyik. Eləcə də digər vergi olsun, eləcə də olsun, digər ithal ixrac idarəsi olsun. Gedirsən, insanla otururlar, danışırlar, dərdini bilirlər. Hətta səhvimiz olanda bizə bildirirlər ki, eybi yoxdur. Başa düşdük, cüzi bir səhvdir. Nəsə sənədin anlaşılmazlığıdır, sənəd yoxdur. Zəhmət olmasa 3 gün ərzində sənədi təqdim edin. Adama şərait yaradırlar. Nətər olur, Elmir Ramazanov, sən büdcə 90, mənim 97, bu 97 min göstərsən. Hələ bu 97 mini boyun alsaq da, düzüstü, bir dəqiqə. 97 mini hələ desək yaxşı da 97. Bu 97 mindən asıdır büdcə. Nə oldu? Mən elə sürünə qalmışam. Maraqlısı odur ki, bir dənə məmurlardan biri... Yoxsa mühafizə olunan kargolar? Bəli, həlimin kargolara 15 dənə mal gəlir hər gün. Onların sənədində heç bir problem yoxdur. Onların heç bir problemi yoxdur, qardaş. 5 malı bir gündə necə çıxartırlar? Sayılmamış, baxılmamış, yoxlanılmamış. Bəs ona görə deyirəm ki, ona görə mən prokurorluğa da müraciət eləmişəm. 23 dənə məktub göndərmişəm bura, fevral ayından bura. Sayla əlimdədir. Nətər olur, bu sənədlərə baxmırlar. Bir dənə saxta sənədlə üstünə gəlir. Sənədlər cavab gəlmişlər rəsmi olaraq. Yox, 23 dənə sənəddən heç nə gəlməyib. Xeyr. Neçə müddətdir? Fevral ayından, 2024-ün fevral ayından düz Əldə və müraciətlərə baxılması haqqında Respublika qanununa müvafiq olaraq heç kim heç nə baxmır. Qardaşım, bu günləri məktub vermişəm. Şahin müəllim özü qəbul elədi. Qəbulda dedim ki, Şahin müəllim, bir dənə konteynerim var, 401 bəyannamənin nömrəsi yadınızda, 401 neçədə axırı. Həmin bəyannamədə, qardaşım, 17 min pulun bankda, zalogda ki, mən məhkəməyə çıxıram. Yerdə qalan hardızı konteynerin yarısının mallarını götürüb saxlayıb Elmir Ramazanov otaqlarında. Vermirlər. Qardaş, mən nəyi satım? Nəyi satım da? Mən soruşuram ki, nəyi satım? Deyirəm, verin. Rəşad müəllim var bunların komitədə. Düzdür, sağ olsunlar. Hərdən kömək edirlər. Hərdən də onun diktəsindən gedirlər Elmir Ramazanov. Qardaş deyir ki, biz onu deyir, baxmalıyıq, məhkəmə görək, bunu buraxacaq, yoxsa yox. Dünənləri məhkəmədə Bəhlul müəllim təşəkkürümü bildirirəm. Məhkəmədə o barədə danışıldı. Onların əməkdaşı idi, hüquqşünasdır. Bəzi vaxtda hüquqşünas gəlir, bəzi vaxtda bu metodikin işçiləridir. Bunlar adlarını hüquqşünas qoyurlar. Vallahi başa düşmürsən ki, kimdir. Gəlmişdi, özü Bəhlul müəllim tapşırıq verdi məhkəmədə ki, bizim üçün o sübut əhəmiyyət kəsb eləmir. Burada başqa məsələ, burada bildirişə uyğun biz baxırıq ki, siz cəmaatın malını verin, getsin, satsın. Nətər olur ki, bütün idarələr bizə dəstək durur. Nətər olur ki, hansı qapıya gedirsən, hamısı baxırlar, ayrışdırırlar. Amma burada gəlib satanda bunlar başmırlar. Eyni zamanda, yenə də, Cənab Prezident, bir daha sizə müraciət edib buradan demək istəyirəm ki, yenə də Cinayət Prosessual Məcəlləsində göstərilib ki, ümumiyyətlə Əməliyyat İstintaq İdarəsinin, Azərbaycan Dövlət Gömrük Komitəsinin, Əməliyyat İstintaq İdarəsinin əsas funksiyası nədir? Bəlkə də bilmirlərsə öz üstünə mən yada salım. Əsas funksiyaları ondan ibarət ki, hər tərəfli tam obyektiv işin araşdırılmasıdır. Yaxın mı burada natamam, necə natamam? Qardaş, mənim sənədlərimə baxmırlar, qırağa qoyurlar. Bir tərəf Elmir Ramazanovun dəstəkləyirlər. Deyirlər ki, yox, o buradadır, o veribdir, ona baxmalıyıq. Onun protokolunu heç kim dala qaytara bilməz. Bir də qeyri-obyektiv. Qeyri-obyektiv odur ki, qardaş, heç bir ədalətli bir qərar çıxarılmır. Deyirəm, əgər bu günləri qiymət söhbətidirsə, bunlar axı qiyməti təyin edə bilmirlər axı. Bunlar tapa bilmirlər qiyməti. Yadınızdadır, keçən çıxışlarımda da göstərdim ki, orada Elmir Ramazanov özü kimi yığıb yanı yörəsində bir 2-3 nəfər, onları da hamısını tapşırıb ki, bu gəldi, bunu təzyiq edin. Ancaq təzyiq edin bu adama. Çünki bu çıxsın, getsin buradan. Bu çıxsın, getsin. Belə sahibkar bizə lazım deyil. İşini bilən, savadlı, hər bir qanunvericiliyi bilən, savadlı, mənə adam lazım deyil. Burada mənə səhv verir. Mütləq şəkildə brokerlərdən asılı vəziyyətdə olmalısınız. Bəli, sən bizim şirkətlərə himayə elədiyin şirkətə. Bəs qardaşım, Əməliyyat İstintaq İdarəsi, sən nəyə baxırsan? Nəyə baxırsan Əməliyyat İstintaq İdarəsi? Yenə də mənim həqiqətən mən Güloğlan müəllimlə görüşmüşəm də, məni dəvət edib görüşmüşəm də, mən bir şey deməyəcəm. Güloğlan müəllim həqiqətən çox belə layiqli bir məmurdur. Mən bir söz deməyəcəm. Amma Güloğlan müəllim təzyiq altında qalmısınız. Onda heç olmasa siz müraciətini yuxarılara ki, qardaşım oradan mənə təzyiq var. Niyə təzyiq olsun? Nətər olur? Prezident aparatının mən gedirəm qəbula. Şahmar müəllim, təşəkkürümü bildirəm buradan. Şahmar müəllim, Allah sizi var eləsin. Şahmar müəllim dinləyir və deyir ki, qardaş, biz sizə necə kömək edəyək? Şahmar müəllim deyir ki, necə kömək edəyək sənə? Mən deyirəm, heç sürə kömək eləməyin Şahmar müəllim. Çünki siz deyirsiniz buradan, onlar mənə daha da təzyiqi çoxaldırlar, daha da çoxaldırlar.
Mənə sənədlər əlimə gəlib çıxmır. Obyektiv baxılmır, nataman baxılır, bir tərəf baxılır. Bu belə olmaz axı. Cənab prezident, xahiş edirəm, göstəriş verin. Elnur Əliyev, məni qəbul edin. Elnur Əliyev, durmusunuz Elmir Ramazanovun arxasında, yaxşı eləmisiniz. Məni qəbul edin. Mən xahiş edirəm, Mikail müəllim, məni qəbul edin. Siz məni qəbul eləmişsiniz dəfələrlə. Həqiqətən ədalətli qərarlar vermişsiniz. Mikail müəllim, bir məni dinləyin, bir mənim sənədlərimə baxan olacaq bu ölkədə, yoxsa yox. Mən hansı qapıya getməliyəm? Mənim əlacım ancaq Kamran müəllimmədir ki, Kamran müəllim, bu prokurorluğu siz tapışaq olsunlar. Yenə də deyirəm, minnətdarımı bildirirəm. Bayaqları bura çatandan qabaq mənə zəng gəldi ki, sabah səni qəbul edirik. Allah razı olsun, minnətdaram. Mən sənədlərimlə, subutlarımla sabahlar gedəcəm. Qardaşlar, biz əsəbdən öldük axı. Nə qədər olar bu? Beyləqanda siz Şahin Baronla görüşdünüz. Bəli. Və mediada açıqlamanızı verdiniz. Daha sonra dediniz ki, iş həll olmağa doğru gedir. Bəs sonraki nəticə nə oldu? Sonrası nəticəsi təzyiq. Yəni, Bəli, cinayət işi ilə hədələmə. Başa düşürəm, gələcəm. Sözümü deyim, gəlirəm. Aha. Problem yoxdur, keçək siz ora. Gəlin keçək. Niyə? siz gəlin. Problem yox. Gəlin. Gəlin keçək buradan. Sağ olsunlar ki, hələ icazə verirlər ki, buradan çəkiliş edək, yaxşı. Oyuna getməyin, idarə görsün. Buyurun. Bu günləri Bakı Baş Gömrük İdarəsinin yanlış qiymət siyasəti var. Yanlış yəni işin yaxınlaşma prizması olmalıdır. Həmin o səhv qiymətinin təyin edilməsi, sahibkara təzyiq olunması nəticəsində bu günləri bahaçılıq, həmin bahaçılıqlardır. Süni qiymətlərin artırılması, sahibkarların öz bizneslərindən, cənab prezident dediyi kimi, qapısını bağlayıb çıxıb getməsi. Onlardan biri də mən olacam bu yaxınlarda, cənab prezident. Elə siz dediyiniz kimi, biri də mən olacam. Bəs bunlara kim baxacaq, cənab prezident? Kim bunlara göstəriş verəcək ki, ay qardaş, belə olmaz. Sən dinləməlisən. Sən qanunvericiliyi rəhbər tutmalısan. Sən qanunvericilikdən kənar keçməməlisən. Nətər olur ki, sən mənim sənədlərimi, mənim isbatlarımı sən qəbul eləmirsən? Axı bu mümkün deyil axı. Mənə yaxınlaşırsınız, elə bir yaxınlaşırsınız aeroportda və hardasa sərhəddi keçirsiniz, sənədi göstərirsiniz pasportda. Pasportda yazılıb ki, filankəsdir, filankəs. Deyir, yox, sən o deyilsən, sən fazilsən, sən filankəssən, üzr istəyirəm. Deyirsən, qardaş, mənəm, nə danışırsan, mənim şəxsiyyətim. Deyir, yox, bu sən deyilsən. Biz elə birini axtarıq, bu sən. Qardaş, bu mümkün deyil axı. Eləcə də bunların qiymət təyin olması ondan ibarətdir. Bunlara bir mal gəlib ortaya çıxanda, bunlar deyirlər ki, deməli nə edir? Bunların daxili təlimatı var. Həmin daxili təlimata uyğun olaraq bunlara göstəriş verir ki, hansı hesablama qaydaları, nətər hesablamalılar, hansı sənədləri götürməlidirlər. Bunlar isə elə heç nə. Şablon təlimatlar üzrə işləyirlər. Onu tətbiq edirlər onu tətbiq edirlər vətəndaşa. Müəllim, onu vətəndaşa tətbiq edirlər. Bunlar bax, onu bilmirəm də, onu onlar siz yaxşı sual verirsiniz. Amma maraqlı bir dənə də şey var. Mən həmişə çıxışlarımda demişəm. Bunlar nətər yəni, hər bir 100 manat qaldırılan 100 manat var. Bunlar gəlirlər ora. Elmir Ramazanov yan yörəsində 2-3 nəfər var. Onlar deyirlər ki, qardaş, bunun qiymətini qaldırmaq lazımdır. 100 manat qaldır, 200 manat qaldır. Axı sən anlamırsan, bax bu günləri gəlin belə götürək. 97 min deyirlər də. Bir dənə faktım var, çox üzr istəyirəm. 97 min manat ödəmək üçün o deməkdir ki, onun ekvivalentinlə 36%-lə abratını götürsək malın dəyərini 271 min manat edir. Qardaş, 271 min manat mənim sistemdə heç var. Bir dənə bunu necə hesablamaq asandır. 2-ci sinif şagirdə göstərsən ki, qardaş, bu 97 min ödəməlidir. Nə qədər bunun mal olmalıdır? Deyəcək 300 min, 271 min. Qardaş, 300 minlik heç mənim sistemdə var. Bu sistem vahid bir sistemdir. Bu günləri vergi də onu görür, digər orqanlar da verir, hüquq mühafizə orqanları da baxırlar buna. Axı, qardaş, bu məlum olmayıb, bu yoxdur axı bunun içində. Sən nətər verə bilərsən? Eyni zamanda, əgər məndə 300 minlik artıq mal olmalıdırsa, yəni 665 minlik mən ödəniş eləmişəm, zaten 300 mindən bunun üstünə gələndə bu elir nə qədər müəllim? 1 milyon manat edir. 1 milyon manat yarım milyon dollardan çox edir. Qardaş, yarım milyon dollar məndə var. Gəlin baxın da bir dənə buna da. Axı bu bir prosto gözlə də baxsan bu aydın olacaqdır. Kanalların vasitəsilə gedib müraciət edib açıqlama versinlər. Xanım, mənim sənədimi dinləməyən, məni dinləməyən, mənim taleyim həll olunur, mənim sənədimə baxmayan sizin nəyinizə baxacaq? Ancaq mən buradan sabahı gözləyirəm ki, Kamran müəllim, təşəkkür edirəm, dərhal reaksiya olubdur. Mən sabahları prokurorluqda olacağam, gələcəklər. İnşallah
Yəni nə nəticəsi olacaq o barədə də məlumat verəcəm. Mən inanıram ki, düz olacaq. Mən inanıram ki, indi düz baxacaqlar. Sabahları səhər saatlarındadır. Sabah səhər saatlarındadır. Yenə də təşəkkürümü bildirirəm Kamran müəllim, amma yenə də sizin nəzarətiniz altında. Xahiş edirəm bu işə diqqətlə baxılsın, araşdırılsın. Cəzam varsa mən cəzamı çəkəcəm. Cəzam yoxdursa, bu ədalətsizlikdir. Mənim sənədlərimə baxıb elə qırağa qoymaqla deyil, axı sənin deyil bu. Burada başqa info məlumatlar var, çox üzr istəyirəm ona görə. Bax bunu çəkə bilərsiniz. Buyur, rəqəmlər deyəndə buyurun. Bax bu bəyannamələr üzrə aşkar olunan səhvlərdir. Həmin müstəntiqlə oturmuşam. Deyirəm qardaş ver, buyurun. Gör neçə dənə səhvlər tapılıbdır. Elə birini göstərəcəm. Göstərir ki, 45 adda maldır onların sənədində. Məndə 30 adda çıxıbdır. 30 adda çıxma haqqında deməli 15 dənə inspektorun protokolu var. Elmin Ramazanovun özünün bildirişi var. Deməli biz nəyə inanaq? Bildiriş bizim gözlə faktiki görülən bir sənəddir. Amma o hardan gəlib sənəd? Hansı sənəddir? Kimin sənədidir? Qardaş mənə məxsus deyil. Sizdə 36 deyil, 45 addadır ha. 45 adda oradan göstərir. Çindən olan sənəddə. Məndə isə 30 çıxıb. Azərbaycanda da 30 lira. Azərbaycandakı inspektorlar onda Mən malım kəsir gəlib. Nə verməliyəm? Artıq mal. bəs qardaşım aça bilərlər kameraları. Abşeron logistikada açılıbdı mallar. 3 gün orada ortalıqda qalıbdı. 5 gün orada ortalıqda qalıbdı. Nətər olub ki, bunlar görməyiblər ki, 30-dur, 45-dir bu. Aslında 30 çıxıb ki, təsdiqləyib də. Elmin Ramazanov da 30-a görə bildiriş verib mənə. Əgər bildiriş veribdirsə, 45 çıxıbsa, məhz Elmir Ramazanovun əməkdaşlarının ismini cəlb eləmirlər. olmaz. Bəs ona görə deyirəm ki, Güloğlan müəllimdə qalıb saç-baş bir vəziyyətdə nə etsinlər? Buraxılmasını siz özünüz götürüb çıxa bilməzsiniz də bunu gömrük işçiləri icazə verməz. Bəli. Veriblər mənə sənəd ki, 30 dənədir. Mən də ödəmişəm dövlətin vergisini çıxmışam. 30 adda mal adında buraxıblarsa sizi, demək cinayətə törədən dövlət qulluğunda olan şəxslərdir. Ona görə deyirəm ki, araşdırma olmalıdır da. Bir dənə O qədər mi dayaz gedir ki, bunun dərinliyinə varmır ki, mənim öz əməkdaşlarım bu cinayəti törədirsə, mən sahibkardan nə istəməm? mən həmişə demişəm. Heç nə lazım deyil. Buradan da səslənirəm. Kamran müəllim, buradan səslənirəm. Heç nə yox. Prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, heç nə demirəm. 15 dəqiqə Bakı gömrüyün qabağında dursaz, necə ki mən girirəm, içəri görürəm. Bilmirəm, mənim xəssiyyətimdə də mən tuta bilirəm ki, kim nə ilə məşğuldur, kim nə edir. Elmin Ramazanov da o məqtəyə nəzərdə sərf eləmirəm. Ki, axı bu girir, hər şeyi görür, gedir, danışır. Danışacam da mən. Niyə danışmayayım ki? Cənab Prezident əziyyət çəkir. O boyda 30 ildə əziyyət çəkilən ki, 44 günə qutarıblar. Sən kimi anladırsan Elmin Ramazanov? Kimi anladırsan, sən Elmin Ramazanov? Mətbuatı götürüb tökübdür dekabr ayının 23 sonraki açıq qapı elan eləmişəm. Hansı açıq qapıdan sən danışırsan Elmin Ramazanov? Yığmışsan jurnalistləri ora ki, mən açıq qapı eləmişəm. Açıq qapı eləyirsən, mənlə üzbəüzdür. Çıx de, o günləri çıxış elədiniz. Allah razı olsun. Çıx bura efirə qabağıma, gəl cəmaatın qarşısında göstər ki, qardaş, mən nəyə səhvim var? Mən sənə özündən çox səhv göstərim orada. Olmaz axı belə. Mən xahiş edirəm, Mikail müəllim, məni qəbul eləyin. Mikail müəllim, məni qəbul eləyin. Cabbarov, xahiş edirəm. Məni qəbul eləyin, mən göstərim. Elnur müəllim, məni qəbul eləyin. Telegrammışam. Axı belə olmaz. Məxfilik qorunur. Qardaş, başa düşdüm, məxfilik qorunursa, onda mənim hüquqlarım da qorunmalıdır. Əməliyyat İntaq İdarəsinin əsas böyük funksiyası ondandır ki, hər bir hüquq mühafizə orqanı vətəndaşların hüquqlarını, konstitusiya gözü, vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq. Qardaş, nətər mənim sənədimə baxmır? Nətər mənə məxsus olmayan bir şey götürüb mənim üstümə salırlar? Bakı Baş Gömrük İdarəsi bəli təzyiq edir bura. Buradakılar da oturublar, baxırsınız. Öyle şey olmaz axı. Və bunun axırı son olacaq. Burada maraq nə ola bilər? Burada maraq, yenə də Bir deyirəm. sahibkarın bu qədər sıxılmağından maraq nə ola bilər? Bəli, açıq aydındır. Siz cavab verirsiniz. Bu günləri kimlər baxırlarsa, buna onun cavabı var. Nətər olar ki, 2 ildir mən mübarizə edirəm. Yaxşı da qardaş, mən mübarizə edirəm, onda mənim bir neçə dənə işlərimdə mənim uduzma prosesim olmalıdır da. Axı olmayıb mənim uduzma prosesi. Hər dəfə də mən isbat eləmişəm. Hər dəfə də düzdür, sağ olsun. Hansısa bir idarələrdən, digər qurumlardan, prezident administrasiyadan səslər gəlibdir. Ədalətlilik haqqında bunların, yəni ədalətli qərar vermələrinə, yəni demək olar ki, göstərişlər veribdir. Mən də düzgün olub çıxmışam da, qardaş, bu nə istəyir məndən? Prinsipdir də burada. Burada məmur prinsipidir. Elmin Ramazanovu ora qoyublar ki, Ramil Aslanovla Leon Centerlə mübarizə eləsin. Nətər olur ki, qardaş, orada bir dəqiqə axtarsan, tapsan, köhnə korrupsionerlər var. Hamısı da işləyirlər.
Allah canlarını sağ eləsin. Yaxşı edirlər, işləyirlər. Ay Elmin Ramazanov, da sən neyinirsən? Sən onlardan ala bilmədiyi, onlardan qırağa qoyduğu gəlib məndən alırsan. Həmişə mənə deyirlər ki, keçən dəfə Güloğlan mənim də deyir ki, siz ittiham edirsiniz. Yəni ittiham edirəm, düz edirəm, ittiham edirəm. Bir dənə həqiqətən dövlət qurumlarından gəlsinlər, mən qapı-qapı göstərim orada nə baş verir. Şəxs olaraq, yəni məmur olaraq sizdən nəsə tələb edibmi? Bu işlərin bu qədər problemə düşməməsi üçün. Elmin Ramazanov məndən qanunsuz hesablamalar nəticəsində, qanunsuz hesablamalar. Yəni ki, özlərində 28 minə çıxan malı mənə 35 minə oxuyur. Olmaz elə şey. Yəni gömrükdən buraxılan 28 min malı 35 Bəli, bəli. Əsas odur ki, nə isnad edir? Вот именно что düzgün isnad edə bilmirlər. Məntiqi isnad edə bilmirlər bunlar. Bunlar göstərə bilmirlər ki, qardaş, yəni isnadları, mən isnad demiş, kısaca doğrudan da. Mənim bu günləri gətirdiyim mallar tək mən gətirmirəm. Ramil Aslanov gətirmir bunu. Onu dərk eləmək lazımdır. Mənim kimi digərləri də bazarda var. Bunlar dediyinə görə, yəni İstintaq İdarəsi də bu günləri onları onda dəstəkləyir. Qardaş, 144 min dollar mala qiymət çıxardır. Amma nəticədə bazarda bu günləri həmin malların satışı nəticəsində 62 min dollar yığa bilirsən. Siz elə düşünmürsünüz ki, bu monopoliya siyasətindən yaranan bir təzaddır? Hər bir gələn, ora oturulan bir şəxs, естественно, gəlib oturub hansısa bir təzyiq formalarına çalışır. Amma düşünmür ki, bu xalqa xidmət edeyim. Düşünmür ki, qardaş, bu sahibkardır. Bunun bir neçə dənə işçisi var. Tək mən özümdən demirəm. Digərsən, biz siz necə bu günləri o şeyləri görən adamlar var. Amma bəziləri danışa bilir, bəziləri utanır, bəziləri qorxur, bəziləri işi var, bəziləri deyir ki, mən niyə qoşulum? Elə mən deyirəm də, kəş ki, mən də elə bir savadsız olardım. Elə gedərdim, deyərdilər ki, nə qiymət verirsən, ver, mən pulu verərdim, çıxıb gedərdim. Bədbəxtçilik ondadır ki, mən anlayıram burada nə deməkdir. Mən anlayıram ki, bu günləri nə baş verir. Axı buna da kimsə səs eləməlidir. Elə hər dəfə mən cənab prezidentə müraciət edirəm, oradan yəqin ki bir hansı reaksiya olur, bunlar çəkilirlər dala, ya gəlirlər sənədlərimə düzgün baxırlar. Yəni qardaşım, axı bu belə olmaz, bu dərəcədə olmaz. Nətər yəni bu günlər dəyərin müəyyənləşdirmə üsulu da göstərir ki, ədalətli və asan yollarla. Qardaş, hanı asan ədalətli? Hələ də mən buralardayam, hələ də mən buralardayam, qardaş. Mən bilməm, mən nəyi satım, nəyi götürüm, nəyi qoyum. Axı belə olmaz. Rusiyada da işim var mənim. Qardaş, gedirəm, gəlirəm, işləyirəm. Qardaş, nətər olur? Mən oranı qoymuşam, işləyir. Heç yaxın da getmirəm. Buradan imkan yoxdur mən çıxmağa qapıdan çölə, qardaş. Nətər olur bu? Ən əsası da odur ki, yenə də məni dinləyən yoxdur. Bir daha sizlərə də təşəkkürümü bildirirəm. Bu dəqiqə dinləyənlər də var, bu respublikada, qulaq asanlar var. Hamınıza təşəkkür bildirirəm. Cənab Prezident, birinci sizdən xahiş edirəm. Çox xahiş edirəm. Bu işi nəzarətinizə götürün. Tapşırıqlar verin aidiyyatı orqanlara. Mən hazıram, hər zaman hazıram. Sənədlərimlə, subutlarımla ispat edəcəm. Göstərəcəm. Göstərəcəm ki, bu günləri bu idarədə mənə qarşı təzyiq forması gedir. Çünki başqa cürə bunlar eləyə bilmirlər. Bunlar mənim adımı cinayətkar çıxartmaq istəyirlər. Qardaş, mən də deyirəm ki, axı bu 94 mini birinci sən hardan götürmüsən? İkincidəki sənəd mənə məxsusdur. Sən nətər məni suçlaya bilərsən? Şirkət olaraq sizin üçün hansısa bir tələb etmə qalır, cinayət məsuliyyəti tələb etmə varmı? Bu günləri onlar göstərirlər ki, araşdırma nəticəsində o saxta sənədlərlə, mən buradan elə deyirəm saxta sənədlərdir. Subut edirəm ki, saxta sənədlərdir. Subut edəcəm sabahları. O sənədlərlə deyirlər ki, qardaş, biz fakt üzrə cinayət işi qaldırmışıq. Cinayət məcəlləsinin hansı maddəsiniz? 209.1. Bəli, bunları azlıq edib düşünürlər ki, yəni mən ödəniş edeyim. Ödəniş eləməyəcəm. Buradan deyirəm ki, mən ödəniş eləyərəm bir şərtlə. Ədalətli, burada bazar var. Bazar var, qiymət var, qardaş, ticarət var. Gedək, çıxılma üsulundan tətbiq eləyək, qanunvericiliyilə. O da gətirib o boyda göstərməyəcək. Orada 100 manat, 200 manat, 500 manat söhbəti olacaqdır. Axı bu mümkün deyil artıq bir qiymət olsun. Mümkünsə gəlsin mənə subut eləsin. Gəlsinlər mənə ispat eləsinlər. 500 manat fərqi bunlar necə 97 min edir? Bəs söhbət odur qardaşım. Deyirəm ki, nətər ola bilər ki? Yo. Yazırlar sizin adınızdakı sizin malınızdır. Buna görə də İstintaq İdarəsinə cəlb olunmalısınız. Hə, ona görə də mən istidaqa gəlməliyəm. Ona görə də bunlar mənə hədə-qorxula kimi. Yox, mən telegram vurmuşam və sözün düzü düşünürdüm ki, gedim oradan da müraciət edeyim Kamran müəllimə, amma sağ olsunlar. Yenə deyəcəm, dərhal reaksiya gəldi, dərhal zəng gəldi, SMS də gəldi mənə prokurorluqdan ki, sizi sabahları səhər saatlarında gözləyirik və mən ümid edirəm, mən sizə əmin edirəm ki, elə bir şey olmayacaq. Çünki onlar belə saxtakarlığa getmirlər. Çünki onlar ədalətli baxacaqlar. Onlar görəcəklər. İndi düzdür, kimsə ola bilər. Bundan öncə prosessual rəhbəri həyata keçirən prokuror ola bilər, nəyisə diqqət eləmir. Onlar müstəntiq nəyisə, mən eşitmişdim ki, keçən dəfə deyirlər ki, mənlə razılaşma olubdu. Mən təəccüb elədim ki, qardaş, hansı razılaşma olub?
Harda razılaşmışam mən? Nədə razılaşmışam mən? Mən razılaşaram o zaman ki, buradan işi bağlayırsan, göndərirsən ora, gedirik ədalətli. Bazarda baxırıq ki, bazarda məndən başqa Əli, Vəli, o birisi də satır bunu da. Qardaş, hamısı satırlar da. Oradan satış qiymətini götürürsən, oradan çıxılma edirsən bunun pərakəndə satışından çıxış edirsən hafta boyu. Ondan sonra da qardaş çıxılma üsulları var, qanunvericilik var, 6 dənə üsul var. Tətbiq edirsən və mənim ödədiyimə baxırsan. Əgər mənim ödədiyimdə hansısa bir əks göstərirsə, mən onunla razılaşıram. Amma da belə yox axı, sən saxta sənədlərlə mənim üstümə gəlirsən. Sən əsassız sənədlərlə, yenə də deyirəm, prosessual pozuntularla və hansısa digər yollarla əldə olunmuş qanunsuz sənədlər sübut əhəmiyyət kəsb eləmir. Bunlar da deyir ki, yox, kəsb eləyir. Həmçinin sübutun biri digərini təsdiq eləmir. Ən azından mənim adım olmalıdır, düzdür? Ən azından mənim adım olmalıdır, malın kəmiyyəti, keyfiyyəti olmalıdır, malın kodu olmalıdır. Qardaş, heç biri yoxdur axı, göstərdim axı sizə. Heç biri yoxdur burada. O, belə deyək də, Gömrük İdarəsinin göstərdiyi mallar faktiki olaraq reallıqda varmı? Sizin isə inkar etdiyiniz mallar. Bir də təkrarlayın, başa düşmür. Deyirsiniz ki, 235 adam maldır, tutaq ki. Onlar yazılar 5 yıldan. Bəli. Həmin o artıq yazılan malın reallıqda ortada varmı? Yoxdur da, bəs ondadır da. Biz elə bir dövrdə yaşayırıq ki, şəffaf bir rejimdəyik. Kameralaşma var. Mən buradan, əgər sizə olar, buradan deyəcəm, sabahları prokurorluq da buna baxacaqdır. 286-277 bəyannamə üzrə göstərilir ki, Çindən göstərir ki, 45 addan mal bəyan olunubdur. Netto bruttosu da, yəni hələ onda da netto bruttosunda, bruttosunda fərq var. Az fərqdə, eyb yoxdur, razılaşarım onu, problem deyil. Amma nətər olur ki, 30 adda da mal 23 tondur, 45 adda da mal 23 tondur. Tək olaraq eyni gəlir, amma say olaraq Qardaş, bəs gülməlidir də Ola bilər ki, bu. oradan göndərilən sənəd səhv edirlər. Çindən göndərilən. Qardaş, oradan heç bir sənəd gəlməyib, mən ona əminliklə deyirəm. Oradan elə belə kimsə podstavına bir şey qoyublar ki, qardaş, bu Elmir Ramazanovun bir təzyiq formasıdır. Oradan gələn sənədlər hamısı apostol olmalı, tərcümə təslim olunmalı. İndi yenə də deyirəm, onu gələcəkdə göstərir. Qardaş, heç olmasa mən işimi görüm də, mən ödənişimi edeyim, mən dövlətin büdcəsinin ödənişini edeyim, imkan verin mən axı, imkan vermirlər. İmkan vermirlər, çatan malı saxlayırlar, çatan mala deyir ki, qanunsuz sənədləri tələb edirlər, deyirlər sən bunun burasını göstər, bunu göstər. Qardaş, niyə başqalarını da göstərmirsən? Niyə o 15 dənə gündə gətirilən konteynerlərdən sən soruşmursan və yenə də maraqlısı odur, həmin o 15 dənə gündə gətirən şirkətlər burada yoxdurlar. Necə? Nə qədər müddət? 2 ildir də, düzdür? Ümumi 2 ildir. Burada Son buradan 2024'ün fevral ayından başlandı da. Yo, istintaqda bu ilin əvvəlindən, hə. Yanvar ayından, bəli, dekabr ayında. Yo, cinayət günəndən sıra o gün deyirlər, yaxın müddətlərdə deyirlər. Hansı ki, necə? İstintaq idarəsində, baş istintaq idarəsində Elmir Ramazanovun təzyiqlərinə dəstək verir. Bəli, məsələ ondan ibarətdir. Bəs mən nəyə gözləyirəm ki, natamam aparılır. Natamam, yəni ki, qardaş, sənədlər, sübutları götürülmür, qeyri-obyektivdir ki, qərarlar verilmir, necə? Şəffaflıq yox. Şükanəsə şəffaflıq yoxdur, bir tərəfdir, bir tərəf. Obyektivlik yoxdur. Gömrük İdarəsinin kamera görüntülərini çıxarıb sübut olaraq qarşınıza qoyurlar ki, bu sənin mallarında 45 Heç nə yox. Mən nabrot göstərə bilərəm ki, 30 adda çıxan mal orada kamera altındadır. Mən nabrot göstərirəm ki, qardaş, bir dənə baxın o otaqlara kimlər girir çıxırlar. Nəticədə biz girib çıxa bilmirik. Bəs ona görə deyirəm ki, dekabr ayında jurnalistlər gətirdi, göstərdi ki, baxın, dövlət rəhbərləri baxın, bəs burada görürsünüz, mən burada necə açmışam. Başa düşürəm, mən mübarizəmi dayandırmayacağam. Mən mübarizəmi sona kimi aparacağam. Mən buradan, cənab prezident, şəxsən sizdən kömək istəyirəm və inanıram ki, köməyimiz olacaq. İnanıram ki, siz bunu görəcəksiniz. İnanıram ki, görəcəksiniz. İnanıram ki, ədalətli qərar olacaqdır. İnanıram ki, elə məmurlar, yəni o məmurlar ki, bu günləri, cənab prezident dediyi kimi, vətənə xəyanətdir. Bilirsiniz necə, vətənə xəyanət edirsən. Sən imkan vermirsənsə ki, əgər birinə imkan verirsən, digərinə, zaten burada kitrəlik vardır. Yəni burada, bəli, ikili yanaşma var. Zaten sən kiməsə, bəli, sən elə, qardaş, elə mənim sənədlərimlə sən əgər baxsan, o günlər mən keçən dəfə axırıncı bir deyim, yadınızda mən çıxışların birində demişdim ki, Vüqar müəllimi çıxışında səhv eləmirəmsə, bir dəfə girdim Elmir Ramazanovun otağına, yığdı 15 nəfərlə mən tək, dedim problem yoxdur, cavab verəcəm hamımıza. Başladı orada ki, sən saxla, sən məhkəməyə ver, sən cinayətçi qal, sən bunu bir dəqiqənin içində 4 dənə funksiyanı yerinə yetirdi. Qardaş, prokurorun funksiyasını yerinə yetirdi, Gömrük Komitəsinin sədrini yerinə yetirdi, istintaqın funksiyasını yerinə yetirdi və yenə də məhkəmə icraçılarını yerinə yetirdi ki, pulu təmin elə.
Yəni Bu günləri səlahiyyətindən kənar göstərişlər verir. Tabii. bəli, həmişə öyle. Bu günləri o sübut olunur. Yo. Bu günləri sübut olunur. Elmin Ramazanovun o hərəkəti bu gün sübut olunur ki, o təzyiq formasından gəlib çıxmışıq. Burada dayanmışıq qardaş. Budur, fərq budur. Bir nəfər dinləmir, bir nəfər baxmır. Belə olmaz. Yenə də təşəkkür edirəm sizə. Cənab Prezident, xahiş edirəm, bu məsələni öz kontrolünüz altına götürün. Xahiş edirəm sizdən, dəstəyinizi əsirgəməyin. Mən ümid edirəm və bilirəm, əminəm ona da, əminəm ki, bu məsələ belə qalmayacaq. Siz özünüz görəcəksiniz. Belə qalmayacaq. Kamran müəllim, sizdən xahiş edirəm. Birinci təşəkkürümü bildirirəm. Dərhal reaksiya olubdur. Kamran müəllim, xahiş edirəm, bu məsələni nəzarət altına götürün. Xahiş edirəm, bu məsələ ilə əlaqədar aidiyyəti struktur və bölmələrə tapşırıqlarınızı verin. Mən də sabahları, subutlarımı, bütün istinadlarımı gətirib qoyacağım ortalığa. Baxacağıq, inşallah o barədə də məlumat verəcəm. Təşəkkür edirəm sizə hamınıza. Biraz emosional danışmışam ola bilər. Yəni bu günləri seyredicilər də hamısı baxırlar. Kimlər baxırlarsa, bu xalqın baxır. Mən çox üzr istəyirəm. Ola bilər emosional danışmışam. Məni üzrü sayın. Çünki bir var siz bunu görürsünüz. Amma mən bunu yaşayıram. Birisiz fərqli bir şeylərdir. Mən bunu həqiqətən içimdə yaşayıram. Və bu ədalətsizliyi gördükcə insanda nəinki bu emosional, birisiz necə, yəni üzr istəyirəm, psixoloji bəlkə də duruma gedib çıxır ki, bu pisliyinə çıxır ki, qardaş bu qədər üzrə ola bilməz axı. Mən sənə deyirəm şirkət, mənim şirkətimin adı yox, mənim adım yox, sən mənə deyirsən ki, yox, bu sənindir. Axı elə bir şey olmaz, nə də Elmi Ramazanov oradan zakaz edib. Onda belə çıxır ki, Güloğlan müəllim üzr istəyirəm, Şahin müəllim sizdən üzr istəyirəm. Onda zakazat del olmalıdır, buranın adı da zakazat del olmalıdır. Buranın adı əməliyyat üstündə qədarət olmamalıdır da. Bu nədir belə? Mən inanıram ki, prokurorluq buna diqqətlə baxacaqdır, araşdıracaqdır və cavab olacaqdır. Təşəkkür edirəm sizə. Çox sağ olun, sağ olun. Sağ olun.